İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Bakı Fotoqrafiya Evində düzgün yazı üslubu, qrafik şeirlər və cavanlara kitab oxumağı necə sevdirək adlı növbəti elmi-praktiki seminar keçirilib. İzimizi itirməyək silsilə layihəsi çərçivəsində təşkil olunan tədbirdə əsas diqqət milli mədəni irsin qorunması və gənc nəslə ötürülməsi məsələlərinə yönəldilib. Şair Səlim Babulluoğlu auditoriya ilə həm öz şeirlərini bölüşüb, həm də Azərbaycan poeziyası ilə bağlı fikirlərini səsləndirib. Seminar çərçivəsində iştirakçılar ədəbiyyatın cəmiyyətə təsiri, mütaliə vərdişlərinin formalaşdırılması və milli irsin təbliği ətrafında fikir mübadiləsi aparıblar. Əsas bizim vəzifəmiz mədəni irsimizi qorumaq, gələcək nəsillərə çatdırmaq və məhz izimizi itirməyək. Biz bu rubrikanın adını da belə qoyduq. Yəni bizim varlığımız, mədəniyyətimiz, mədəni irsimiz, bunları yaşatmaq və cavan nəsillərə ötürmək. Əsas məqsəd bu idi və bu məqsədlə də biz indi fəaliyyət göstəririk. Mən İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinə bugünkü görüşə görə təşəkkür edirəm. Hesab edirəm ki, bu cür görüşlərin keçirilməsi xüsusən gənclərdə mütaliəyə həvəsin artmasına kömək eləyəcək. Eyni zamanda milli irsin təbliği işinə dəstək olacaq.